Ərik ceminin hazırlanması. Biz bugün ərikdən cem hazırlayırıq. Bunun üçün biz bugün 5 kilogram ərik götürürük. İstəyən əriyi ət maşınından keçirdə bilər. Mən əvvəllər ət maşınından keçirmişəm, amma bugün belə əriyi xırdalayıb, doğrayıb bir qazana qoyuram. Hansı ki cemi hazırlayacağım qazana bir miqdar su tökmüşəm, 100 qram qədər. İstinib yumuşalandan sonra blender vasitəsilə bu ərikləri əzib püre halına gətirəcəm. Daha sonra şəkər tozunu əlavə edəcəm. Mən bugün 5 kilogram əriyə 3 kilogram şəkər tozu istifadə edəcəm. Əgər ərik çox şirin olarsa, çox yetişmiş, çox şirin ərik olarsa 2 kilogram yarım şəkər tozu da bəs edir. Bizim əriyimiz sadəcə o qədər də şirin olmadığı üçün mən 3 kilogram şəkər tozu istifadə edəcəm. Yumuşalan əriklərimizi blender vasitəsilə əzməyə başlayırıq. İki kilo yarım şəkər tozunu əlavə edirik və modda qarıştıra pişirməyə başlayırıq ki, dili tutmasın. Tam hazır olana dək qarışdırıb pişiririk. Artıq cemimiz hazırdır.